Meningitdən uşaqlarımızı qorumaq üçün nə edə bilərik? Xəstəxanaya düşməmişdən qabaq meningitdən uşağımızı qoruya bilərikmi? Və ya uşağımız meningit olduqdan sonra bu uşaqlar necə sağaldılır? Gəlin biraz da bundan danışaq. Meningitdən iki şəkildə qoruna bilərik. Bir, mikrobun beyin qişasına keçidini əngəlləməklə. Bunun üçün xüsusilə yuxarı tənəffüs yolu infeksiyası varsa, onun vaxtında müalicə etmək lazımdır. İki, immun sistemi gücləndirməklə. Uşaq meningitə yoluxanda immun sistem o mikrobu tanıyır. Növbəti dəfə bu mikroba asanlıqla təslim olmur. Amma bu ssenaridə artıq xəstə meningitdir. Amma immun sistemi gücləndirmənin ən yaxşı metodu xəstəliyi yaşamadan immun sistemin o mikrobu tanımasıdır. Bunun adı isə peyvəndləmədir. 99% hallarda meningitin səbəbi pnevmokok, hib, meningokok mikrobları olur. Ölkəmizdə pnevmokok və hib peyvəndi pulsuz tətbiq olunur. Lakin peyvəndləmə haqqında olan əsassız fikirlər bu mikrobların insanlar arasında hələ də yayılmasına və meningitin azalmamasına səbəb olur. Bəs xəstə artıq meningitdirsə onu necə müalicə edək? Xəstənin onurğasından maye alaraq mikroskopda mikrobu ilk növbədə tanımağa çalışırıq. El arasında buna belindən su alma deyilir. Beləcə bu mikroba uyğun antimikrobial müalicə başlayırıq. Adətən bu müalicə ən az 2-3 həftə çəkir və biz belindən su alma prosesi əsnasında artıq bu antibiotikləri vermiş oluruq. Bəzən isə ehtiyac varsa cərrahi müdaxiləyə ehtiyac olur. Bu zaman qalın irin təbəqəsini çıxarma, əgər varsa sümük defektinin bərpası icra edilir. Çalışın, uşaqlarınız barədə diqqətli olun.